bir nəfər elçini göndərir Ömər Səd. Peyk diriyə xəbər aparan. Döyüşdə olur axı bir elçi gəlir, məktub gətirir, söz gətirir. Ömər Səd birini göndərdi. Dedi, get Hüseynə filan sözləri çatdır. Gəldi, daxil olmaq istədi İmam Hüseynin xeyməsinə. Xeymənin qarşısında Əbəlfəz ağa ilə Əli Əkbər əleyhissalam dayanıb ikisi. Dedilər ki, qılıncuğu qoy, silahı çıxart, ondan sonra daxil ol İmam Hüseynin çadırına. Dedi, mən qılınca çıxartmıram, mən belə girmək istəyirəm. Kimdir ki? Dedilər ki, get qayıt, get Ömər Sədə denən bir tərbiyəli, ədəbli adam varsa onu göndərsin orada. Ömər Səd ikinci adamı göndərdi. Gəldi, çadırın qarşısında dedilər silahı çıxart, dedi baş üstə silahını çıxartdı, qoydu, çarıqlarını çıxartdı, ədəblə daxil oldu İmam Hüseynin xeyməsinə, dayandı, dedi Əssalamu aleykə ya Əbu Abdillah, salam olsun sənə, əyləşdi. İmam da baxdı ona, dedi aleykəssalam, gözü İmam Hüseynin gözünə sataşdı, bir neçə dəqiqə sükut çöktü, o buna baxır, bu ona. İmam Hüseyin dedi, yaxşı bir söz danışmaq istəmirsən, düşmən qoşunundansan, mənə xəbər gətirmirsən, elçisən, sözü denəm. Deyir, elə baxa-baxa dedi ki, ağa, mənim heç bir sözüm yoxdur. Mən düşməndən deyiləm ki, mən elə səndənəm. Bir dənə ədəb göstərdi İmam Hüseyinə. Bir dənə ədəb, sən demə, çox şey istəmirlər adamdan. Allah övliyasına bir dənə ədəb göstərsən, taleyin 180 dərəcə dəyişir. Gözü gözünə sataşdı, hidayət tapdı. İçində bir nur var imiş, yolunu səhv salıb gedib düşüb ora. O nur varsa bir gün tapacaq haqqı, axır məqamda da olsa.